1905-ci il inqilabı İrandakı hadisələrə təkan verdi. İranda inqilabi hərəkatın rəhbəri, xalq qəhrəmanı Səttarxan, onun silahdaşı Bağırxan, daha sonra Şeyx Məmməd Xiyabanı xalqın azadlıq və demokratiya uğrunda apardığı mübarizəyə başçılıq etdi. Mücahid və fədailər qalib gəldiler. Gördüyünüz bu səngərlər, Səttarxan mücahidlərinin Təbriz küçələrində tikdikləri səngərlərdən biridir. Xalq, xaricdən kömək alan irticaya qarşı 6 il mübarizə etdi. İrtica bu müqaviməti sındırdı. Lakin xalq məğlub olmadı. Səttarxan bayrağı o gündən milli azadlıq və istiqlaliyyət uğrunda vuruşanların əlində yerə düşmədi. 20-ci əsrin əvvəllərində Cənubi Azərbaycanda baş verən bu inqilablar uğursuzluqla nəticələnsə də, soydaşlarımızın qəlbində qalanmış azadlıq ateşi sönmədi. Sonuncu hərəkatdan 25 il sonra Cənublu soydaşlarımız öz hüquq və azadlıqları uğrunda yenidən mübarizəyə qalxdılar. ...1945-ci il dekabr ayının 12-sində Cənubda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yeni bir azadlıq mübarizəsi başlandı.